Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Bizim bu mübarək Ramazan ayında ailə mühitində uşaqların tərbiyəsi mövzusunda bəhslərimiz var idi. Bir neçə bəhs barəsində danışdıq və bu bir neçə ildə birləşdirildi. İndi isə növbəti bəhsimizi başlamaq istəyirik, amma qabaqcadan bəhs elədiyimiz əsas kəlmələrə yenə də işarə etmək istəyirik ki, bəhsimizin əsası bu neçə kəlmənin üzərində qurulur. Dedik ki, bəhsimiz insanın əsas formalaşmasında təsiri olan mühit üzərindədir. Ki, dedik, bunların birincisi ailə mühitidir və ondan sonra deyildi ki, adətən ən güclü rabitə və məhəbbət bu mühitdə, yəni ailə mühitində yaranır. Yəni valideynlə uşaq arasında ailə mühitində ən güclü məhəbbət bu mühitdə yaranır və bu məhəbbətdən də qeyrət yaranır dedik. Əvvəldə qeyrətin tərifində dedik ki, qeyrət güclü məhəbbətdən bir şey yaranan, güclü məhəbbətdən yaranan ruhi bir hissdir ki, yaranandan sonra səbəb olur ki, şəxs öz himayəsində olan şeyləri qorusun və yaxud da şəxsləri qorusun. Ailə mühitində də məhəbbət yaranırsa, mütləq ki, onun yanında qeyrət də yaranacaqdır ki, bu qeyrət iqtiza edir ki, valideyn gərək uşaqların ilahi və insani ədəb üzərində böyütsün və tərbiyə eləsin. Ondan sonra dedik ki, valideynin nəqşi uşağın üzərində, uşağı tərbiyə eləməkdə əkinçi şəxsə bənzədir. Əkinçi şəxs kimidir. Bu fərqlə ki, dedik, əkinçi əvvəl yeri şumlamalıdır, sonra ora toxum səpməli və su verməlidir. Dedik ki, valideynin işi bu qədər çətin sayılır. Çünki Allah Teala həm yeri, zəminəni yaradıb, həm toxumu səpib. Əgər valideyni biz burada əkinçiyə təşbih versək, o olur ki, fəqət sulamaq lazımdır. Yəni, uşağın fitrətində əkilmiş toxumlara fəqət ilahi tərbiyə yolu ilə onu canlandırıb, yəni inkişaf etdirmək olar ki, bu da valideynin təkcə işidir. Bəli. İndi isə başlayaq əsl bəhsimizin üzərində. Bugünkü bəhsimiz o qədər də uzun olmamalıdır, çünki müxtəsər bir neçə şeyə işarə edilir. İnşallah onu demək istəyirəm, mən də artıq yəni, bəhsdən kənara çox çıxmaq istəyirəm. O bəhsin axırında bir dənə işarəsi var, ayrı bir yerdən onu ələ gətirmişəm, o qədər danışmaq istəyirəm. Bəhsimiz nə barəsindədir? Bəhsimiz əqllə ədəbin arasındakı güclü bağlılıq barəsindədir. Niyə? Hədəf var bu sözü danışmaqda və deməkdə. İnsanın fitrətində dediyimiz kimi Allah Teala əqli qərar verir. Hədislərdə gəlib ki, Allah Teala insan üçün 2 peyğəmbər qərar verir. Birincisi xarici peyğəmbərdir ki, Allah Teala onu çöldən insana göndərir. İkincisi isə insanın daxili əqlidir, daxili peyğəmbərdir, yəni ağlıdır. Əgər onlardan biri olsa, digəri olmasa, insan üçün faydası yoxdur. Yəni, bir şəxs fərzinin ki, ağlı var, amma çöldən peyğəmbər onun üçün gəlib ilahi ayinləri, ilahi vəzifələri çatdırmayıb. Bu şəxsin ağlının olması onu inkişaf etdirməyəcək. Çünki nələri eləmək lazım olduğunu yəni, dərk eləmir. İnsan özü heç vaxt dərk eləmir. Gərək ki, Allah Teala xaricdən peyğəmbər göndərsin, ilahi əhkamları, dini ayinləri ona çatdırsın və bu da vəzifəsini tanısın, əməl eləsin. Və həmçinin o birisi tərəfdən xaricdən peyğəmbər gəlsin, amma daxildən peyğəmbər olmasın, şəxsin ağlı olmasın. Heç bir yenə də faydası yoxdur. Ona görə də əql insanın vücudunda olmasını təkcə kifayət eləmir, deyirlər. Niyə? Deyirlər ki, gərək ədəb də olsun. Bəs insanın varlığında, vücudunda ədəblə ağlın olması zəruridir. O barədə danışmaq istəyirik. Həzrət Əleyhisselamdan keçən günlərdə bir neçə dənə hədis oxuduq ədəb barəsində, əql barəsində. Onun bir neçəsinə yenə təkrarən işarə edirik, axırda bir nəticələr gətirmək üçün. Dedik ki, Həzrət Əleyhisselam buyurdu ki, insanın vücudunda insanın ədəbi ağac kimidir ki, əsli ağıllar, əqildir. Dedik, necə ağacın əsli torpaq üzərində olan şaxələri yuxarı qalxar, insanda da ədəb elə ağac kimidir ki, əsli elə əqlin üzərində olur. Həzrət Əleyhisselam digər bir rivayətdə buyurur ki, hər bir şeyin ağla ehtiyacı var, ağlın da ədəbə ehtiyacı var. Digər bir rivayətdə buyurur ki, Həzrət Əleyhisselam, ədəb ağılla birləşmədikcə, yaxınlaşmadıqca faydası olmaz. Digər bir hədisdə də buyurur ki, ağılla ədəbin yaxınlığı nə gözəl yaxınlıqdır. Yəni, insanı kamilliyə çatdırar. Digər bir rivayətdə də buyurur ki, Həzrət Əleyhisselam,
Biharul Ənvarda gəlib, buyurur ki, hər kəsin ağlı olmasa, ədəbi də olmaz. Hər kəsin ağlı olmasa, ədəbi də olmaz. Bu rivayətlərdən xülasə olaraq əlimizə nə gəlir? Əlimizə gələn nəticə bu rivayətlərdən budur ki, ağılla ədəb arasında şiddətli bir bağlılıq var. Elə indi dediyim kimi, bir şəxsə fərz edək ki, ağıl var, amma ədəb yoxdur. Heç bir faydası yoxdur. Və yaxud da ədəb var, amma ağlı yoxdur. Yenə bunda heç bir faydası yoxdur. Bəs necə olmalıdır? Deyir ki, bunların ikisi. Yəni, belə olsa ki, nə bir şəxsdə nə ağıl var, nə ədəb var. Bu heç nə. Bu ki, bizim bəhsimizdən xaricdir. Amma bəhsimizə bir hissəsinə daxil olan bəhs budur ki, söz budur ki, bir şəxsdə ağıl var, amma ədəb yoxdur. Bunun da faydası yoxdur. Və yaxud da ədəb var, amma ağıl yoxdur. Bunun da faydası yoxdur. Deyir, gərək bir şəxsin varlığında, vücudunda bunun ikisi birdən olsun ki, düzəlsin. Fərz edin ki, yer şumlanıb, amma toxum yoxdur. Və yaxud da yer şumlanıb, toxum səpilib, su yoxdur. Bunların heç bir faydası yoxdur. Gərək bütün şərait cəm ola, insanın ilahi hədəf üçün tərbiyə olunmasında da, yetişməsində də iki dənə amil lazımdır. Biri əqldir, Allah Teala bunu insanın varlığına qərar verib. Bir də tərbiyyədir. Tərbiyə də ki, valideynlər tərəfindən uşağa göstərilir. Çünki dedik, əvvəldə deyildi ki, tərbiyə belə deyil ki, məsələn, xaricdən insana yetişdirirlər. Yox, Allah Teala insanın daxilində bunu qərar verib. İnsanın daxilində bunu qərar verib. Fəqət valideyn xatırladır və uşaq onu göstərir. Ağıl var, şərait var, valideyn fəqət o tərbiyəni uşağa göstərir. Çünki fitrətlə düz gəlir deyə uşaq onu tez qəbul edəcək və ilahi hədəflərə tərəf hərəkət etməyə başlayacaq. Bəs dedik ki, bu rivayətlərdən, bu hədislərdən nəticəmiz bu olur ki, əqllə ədəb arasında güclü bir bağlılıq var. Biri olsa, digəri olmasa heç bir faydası yoxdur və insanı heç yerə çatdırmaz. Növbəti bəhsimiz Allah Taala'nın insanları tərbiyə eləmə usulu barəsindədir. Dedik ki, valideynlərin uşaqları tərbiyə eləməsində gərək vəzifəsi budur ki, gərək Allah Taala istifadə eləyən qaydalardan valideynlər də istifadə eləsin. Fərq eləmir ki, indi bizim bəhsimiz nəzəri əql barəsində. Dedik ki, Allah Taala insan üçün ağıl qərar verir. Böyle fərz edin ki, ağlı kənara qoymuşuq və istəyirik ki, dini başa düşək. Bəzi firqələr var, o cürdür. Deyirlər ki, bizim ağlımız heç bir şey dərk eləməz. Belə deyirlər. Yəni, ona əsasən bizim ağlımız heç bir şey dərk eləməz. Bildiyimiz hər bir şey sual altına gedir. Yəni, mən ağlımla fikirləşmişəm, dərk eləmişəm ki, filan kəs mənim anamdır, filan kəs mənim atamdır. Filan yerdə mənim evim var, mən bunun sahibiyəm, filan yerdə filan şeydir. Əgər mənim ağlım bir şey dərk eləmirsə, hər bir şey, mənim ağlım dərk edir ki, Allah var. Mənim ağlım dərk edir ki, mən onun quluyam. Mənim ağlım dərk edir ki, Allah təkdir. Mənim ağlım dərk edir ki, ədəb yaxşı şeydir. Bu şəxslərin baxışından bunların heç bir faydası yoxdur. Yəni, bunlar hamısı düşür şəkk altına, şübhə altına ki, mənim ağlım heç bir şey dərk eləmir. Kim bilir ki, o cürdür? Bəzi insanlar bu cürdür. İndi bizim də ağlımız deyəndə yəni Allah Teala ki, insana ağıl verib hər şeyi dərk eləməyə, burada indi nəzəri ağıldan söz gedir, yoxsa əməli ağıldan söz gedir, bu umumi olaraq hər ikisinə şamildir. Çünki nəzəri ağıl budur ki, insan üçün haqqı batildən ayırır. Əməli ağıl budur ki, insan üçün pisi yaxşıdan ayırır. Burada bəhsimiz elə hər ikisinin üzərindədir. Bir tane burada gözəl nöqtə var, buyurur. Nədir o? Allah Teala İnsan surəsinin 2-ci ayəsində bunu buyurur. Buyurur ki, İnna xalaqnal insana min nutfətin əmsəc, yəni insanı qarışıq nütfədən yaratmışıq. Nəbtəlihi, biz o insanı imtihan edirik. Təzə bir nöqtə, təzə bir bəhs daha. Sonra deyir ki, fəcəalnahu səmiən bəsira. Və biz nəticədə o insanı, ona görə də insanı görən və eşidən və görən yaratmışıq. Yəni biz insanı qarışıq sudan yaratdıq, yəni nütfədən və onu imtihan edirik. Ona görə də ona eşitmək və görmək vermişik. Onu eşidən və görən xəlq eləmişik. Əgər diqqət edirsək burada, yəni bu ayədə insanın o iki hissinə işarə olunur. Yəni bu iki üzvümüz, bizim 5 hiss üzvümüz var. İkisi
eşitmək və görməkdir. Bu ayədə Allah Taala onu insanın hidayət olması üçün, tərbiyə olması üçün ayədə bunu zikr edir. Yəni Allah Taala insanı bu iki vasitələrlə hidayət edir və onu nihai hədəfə, axır o mətlub ki var, Allah Taala'nın bizə gözdənisi nədir? Hidayət olaq və doğru yolu gedək və axırda səadətə çatanlardan olaq. Yəni Allah Taala buyurur ki, nəbtəlihi, biz onu imtihan edirik. Ona görə də görən və eşidən və görən yaratdıq insanı. Ona görən elədik, eşidən elədik. Yəni sanki Allah Taala'nın imtahanları gəlir çıxır, görmək və eşitmək. İndi burada mənası nədir? Deyir, bir şəxsin görməsi barəsində Allahın, yəni Quran-ı Kərimin istəyi budur da ki, insan sən ki görənsən, Allahın iradəsi budur ki, görsün, gərək ibrət götürəsən. Yəni bizim bəhsimizin nə əlaqəsi var? Budur ki, sən uşağın eşitməsin və görməsin, düzgün tərbiyə eləsin, o görməlilərdən ibrət götürəcək, eşitməlilərdən ibrət götürəcək. Mənası budur, bəhsimizlə rabitəsi budur. Allah Taala insanı xəlq qoyub, ağıl qoyub daxilində, zahirdə görən və eşidəndir. Bunu kontrolu hədəfdir. Nəyi eşitmək olar? Bunu uşaq bilmir ki. Uşaq görsün, uşaq vaxtı bıçaq istəyir valideynlərindən. Yandıran bir şey istəyir, kibrit istəyir məsələn valideynlərindən. Ya başqa bir şey ki, uşağa zərərdir. Valideyn deyir, olmaz. Məsələn, bir yandırıcı bir şey yaxınlaşan deyir, cızza olmaz. Bir dəfə də əlin vururlar və yaxud da əlin yaxınlaşdırır, özü görür, yandırır da yaxınlaşmır. Ondan başa düşür ki, bu doğrudan da yaxınlaşmaq olmaz. Ta ağlı kəsənə qədər, böyüyənə qədər o ona yaxın gelmir. Yəni valideyn uşağa yol göstərəndir. Bəs Allah Taala ki, insanı imtihan edir bu dünyada, görməsindən iradəsi budur ki, insan görə və ibrət götürər. Məsələn, Taha surəsinin axırında, axır ayələrinə təqribən yaxında 122-ci ayəsindən başlayır. Buyurur ki, deyir, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا. Hər kəs bizim zikrimizdən üz çevirə gedə, onun üçün çox sıxıntılı və dar bir yaşayış olacaq. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Biz onu qiyamətə kör şəklində gətirək. وَقَالَ يَا رَبِّ لِمَ حَشَرْتَنِ أَعْمَى. Deyər ki, ay mənim Rəbbim, Allaha xitab edir. Məni niyə məhşərə kör gətirmirsən? وَقَدْ كُنْتُ بَصِيرًا. Mən dünyada görürdüm ama. Mən gəlmişəm buraya, heç səni görmürəm, çoram. Allah Taala'nın cavabı nə olar? Deyər, yox, biz səni, bir şey sənə artırmamışıq, bir şey səni əsirməmişik. Sənə eləcə dünyada ayələrimiz gəldi, sən ona kör oldun, görməzdən gəldin, özü körluğa vurdun. Bugün də orada necə özü dünyada körluğa vurmuşdun, indi də kör olasın və əbədən də bu cür gedəsin. Bəs görmək həm zahiri mənası ilə, həm də batini mənası ilə burada, yəni bəhsimizə əlaqəsi var. Şəxs görür ki, bir şəxs məsələn, içki içdi, getdi, düşdü dəriyə, məsələn, öldü. Bu, onun üçün bir ibrətdir, görməlidir. Bir şəxs yersiz yerə, haqsız yerə dava elədi, gördü ki, məsələn, bir nəfəri öldürdü, özü düşdü həbsə. Məsələn deyirəm, bunlardan ibrət götürək. Görür ki, başqasının varlığında məsələn bir əyrilik var, naqislik var zahirən insanların baxışından da. Deyir, Allah sənə şükür olsun, mənim varlığımı kamil yaratmışsın. Allah sən görməli şeylərdən İmam Səccəd əleyhissalamın hüquq risaləsi var. Orada danışır, gözün haqqı nədir, qulağın haqqı nədir, əlin haqqı nədir. Yəni, insan görməlilərdən ibrət götürmək üçün görə. Və əgər görə, amma ibrət götürməyə, yəni büzür tərbiyə ola ki, artıq gördüklərinə ibrət götürə bilməyə, həmən o Taha surəsində dediyim ayə bu şəxslərə də şamildir. Taha surəsinin ayəsi bir mənadan görüb ibrət götürməyənlərə aiddir. Görüb ibrət götürməyənlərdir, ta əbədən. Necə dünyada kör olun, əbədən də kör olasın. Ahirətdə də ki, əbəddə də son yoxdur ki. Bəs ayə bunu bizə istəyir ki, yəni biz insanı imtihan edirik. İnsan gərək nə eləsin? Ona görə də insanı eşidən və görən yaratdıq. Yəni əsas tərbiyə bu iki şeyin üzərindədir. Orada müəllif də onun barəsində danışır. Allahın bizdən iradəsi budur ki, biz gördüyümüz şeylərdən nə eləyək? İbrət götürək. Digər bir bəhsimiz də insanın fitrətinin inkişafı barəsindədir ki, biz dedik ki, Allah Teala hər şey insanın fitrətində qərar verir. Fəqət valideynin işi
onları inkişaf elətdirməkdir. Elətdirməsə əbədən peşman olacaq. Öləndən sonra da peşman olacaq. Hətta dedik ki, ayələr var ki, bəzi valideynləri məzəmmət edir. Deyir, ta biz onları övlad bilmişik, onları əzablandırmaq üçün. Təfsirinə baxdım mən, gördüm ki, yəni elə bir övladlardılar ki, qabaqların az neymətlə olub, axırda işarə edəcəyimiz nöqtə o var. Tabi uşaq heç vaxt Allah yadına düşməyib. Ona görə də heç vaxt valideyni üçün, nə özü üçün bir şəxs, belə bu uşaqlar yetişir ki, heç vaxt özlərinə fayda verə bilməyəcəklər. Özünə fayda verməyən şəxs valideynlərdən necə ola bilər fayda versin? Hədislərdə gəlir ki, bir şəxs ki, öz valideyninə ehtiram eləmir, necə ola bilər kimisə dostu olsun? Onu dünyaya gətirənə bu ehtiram qoymur. Necə ola bilər kimisə dost olsun, yad olsun da ehtiram eləsin? Özünə xeyir verə bilməyən şəxs necə ola bilər valideyninə xeyir versin? Fəlsəfədə qanun var. Buyurur ki, faqir şey, mu'ti şey ola bilmir. Yəni bir şey ki, onda yoxdur, məsələn, məndə olmayan şey necə başqasına verə bilərəm? Mənim axı yoxumdur. Bu şəxs özünə fayda verə bilmir. Başqasına necə fayda verə bilər? Bu da qayıdır valideyn üstə. Uşaqları vaxtında hidayət eləməyib, onlara ilahi ədəblə, əxlaqdan danışmayıb. 50 il qabaqki illərdə öyrə, deyəsən ki, nə qədər axtarım tapa bilmədim, uşaqlarını belə böyütdüm. Yəni, internetdə hər kəs harada yazsa, WhatsAppda yazsa, hər hansı saytda yazsa fərq edər. Hidayət üçün, valideynlərin düzgün yaşayışı üçün kifayət qədər məlumatlar var. Həm uşaqların tərbiyəsində, həm valideynlərin tərbiyəsində. Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, özünüzü tərbiyə edin, uşaqların onsuz da sizə oxşayacaq. Hətta bu da var. Xülasə valideynin vəzifəsi nə oldu? Uşaqları fəqət o fitrətində qoyulmuş şeyləri inkişaf elətdirmək. Və nöqtələr burada bundan ibarətdir ki, biz insanın deyək ki, sırf ağlı var içərisində. İnsanın ağlı var. Allah da insana ağlı verir. Bu olsa kifayətli, bir yox kifayətli. Gərək ədəbi də olsun bölümdə. Ədəbi də olsun. Çünki insanın ağlı xammal kimidir. O ədəbdir ki, onu istiqamətləndirir, ona yol göstərir. Necə ki, insanın ağlının təkcə olması, ədəbsiz olaraq ağlının olması onun üçün kifayət eləmir. Eləcə də insanın əgər ədəbi olmasa, yəni ədəb o ağıldan istifadə qaydasını insana göstərir. Bu da valideyn vasitəsilə başlayır. Bir insanın vücudunun ağlının olması necə ki, təklikdə kifayət eləmir, eləcə də insanın ilahi ayələri görməsi də təkcə kifayətlənir. Əgər görə, nə çox insanlar var ki, onlara hər nə qədər dindən danışır, məsxərə edirlər. Hamısı kifayət qədər bu insanların əhatəsində yaşayır və kifayət qədər bu insanları görürük. İstər internet üzərində məşhurlar olsun, məşhurlaşmış insanlar olsun, istər qonşuluqda olsun, istər digər yerdə. Hər nə qədər Allahın əzabından danışırsan, bu mən eşitmir. Quran özünün təbiri var əlbəttə. Buyurur ki, karkor, naldılar, ona görə gəlmirlər. Bizim dərk elədiyimiz bir şeyləri onlar artıq məsxərə edirlər. Hər nə qədər əzabdan danışsın, hər nə qədər nişanədən, ayədən danışsın, o şəxsiyyətin heç bir faydası yoxdur ki, məsxərə edir və gülüb keçib gedirlər. Bəzi insanlar bu cürdə, yəni bu insanı deyə bilər, ağlı yoxdur. Yox. Çünki Allah Teala hər bir şəxsə ağıl qərar verir. Hər bir şəxsin içərisində ona ağı qaradan seçə biləcək, yaxşını pisdən, batılı haqdan seçə biləcək Allah Teala ağıl verir insana. Amma bu insan buna istifadə edir. Və həmçinin Allahın ədalətindən biri də budur ki, bu insana ki, içərisində ağıl verib, yaxşını pisdən seçmək verib, buna ixtiyar da verib. Odur ki, ayədə buyurur, İnsan surəsinin 3-cü ayəsində buyurur ki, İnna hədəynəhus səbil, imma şakirən və imma kəfura. Biz insana yol göstərmişik. Heç kəsin yəni bəhanəsi yox. Biz insana göstərmişik. Keçmiş zaman veldözdə. İnna hədəynəhu. Biz insana göstərmişik yolu. İstəyir şükürləsin, istəyir küfürləsin. İnsanın bəhanəsi bu dünyada yoxdur. Bəzi insanlar baxmır, düz insanın öz ixtiyarı ilə əlbəttə. Yəni bu ayə insana ixtiyar sahibi olmasına işarəsi var. Bunun üzərində başqa yerdə başqa cür bəhslər var. İnsan ixtiyar sahibidir. Onun ağlı var. Allah Teala xaricdən ona peyğəmbər göndərib, daxildən ona daxili peyğəmbər qərar verib, yəni ağıl ona qərar verib. Bu ağıl əgər diqqətlə qulaq asın, insafla qulaq asın, daxildəki ağlın səsinə, qəlbinin səsinə, onun fitrəti qəbul edəcək, xaricdən peyğəmbər nə deyir, qəbul edəcək. Bu inad edir. O bəhslər var, deyir, əsl insanın budur ki, içərisində tevhid var. Şirki sonradan gətiriblər. Əvvəl tək Allahı, Allah var isə yox idi. Şirk hardan yarandı? Sonradan yaranıb Allah şirk olsun. Çünki Allah var isə yox idi. İndi bizim içərimizdə də o ilahi ədəblər toxumu səpilib, sonradan biz özümüzü məzbur eləyirik Allahsızlığa.
Biz özümüzü məcbur edirik şər işlərə. İlahi içərimizdə, fitrətimizdə xeyir işlər qərar verilib. Bir dənə bəhs bundan ibarətdir ki, Həzrət Əleyhisselamın hədisi idi. Dedi ki, hər bir ağıl sahibinin əqlə ehtiyacı var. Necə ki, torpağın suya, yağışa ehtiyacı olduğu kimi. Bir də axır nöqtədə bunu deyim. Bugünkü bəhsimiz dediyim balacadır, yəni çox da uzun olmayacaq. Bunu deyim. Hər bir şeyin ağla ehtiyacı var. Ağlın da ədəbə ehtiyacı var. Bu deyilir başqa hədisdə. Deyir, hər bir ağıl sahibinin ağla ehtiyacı var. Necə ki, torpağın yağışa ehtiyacı olduğu kimi. Bəzi vaxtlar valideynlər o ilahi fitrətdə qoyulmuş ağlı inkişaf elətdirirlər, ədəb verirlər. Amma bir qədər başqa tərəfdən ifrat edirlər. Bunda da deyim, bəhsimiz tamam. Necə? Yəni, ədəb var böyründə. Amma bəzi şeylərdə ya ifrat edirlər, ya təhvil edirlər. Bunlar bir video çıxdı qabağıma. Murtaza Mütəhərrəhanın, Allah rəhmət eləsin, böyük filosof, dəyərli filosof, Allah ruhunu şad eləsin. Hər zamanda əsərləri canlıdır. Hər dövrə aid olan bir əsər yazıb. O da onun ilmiyyətinin, mərifətinin böyüklüyünün nişanəsidir. Buyurur ki, deyir, Jean-Jacques Rousseau adında bir filosofun yazdığı kitabdır. Emil adında bir əsərdir. Orada uşaqların tərbiyəsinə bir gözəl işarə edir. O buyurur ki, uşaqlarınızı tərbiyə eləmək istəyirsiniz. İstər hissi cəhətdən, istər cismi cəhətdən, istər əqli cəhətdən, istər əxlaqi cəhətdən. Hər hansı bir səbəbləri, hansı bir belə deyək, cəhətdən istəyirsiniz uşaqlarınızı hidayət eləyəsiniz və onları tərbiyə eləyəsiniz, bir dənə yanlış yol var. O da çətinliklər yoludur. Çətinliklər yoludur. Yəni, uşaqları çətin şəraitdə böyütmək. Buradan fikirləşir ki, necə? İnsan çətinliyə düşdükcə fitrətində qoyulmuş o qüvvələrdən istifadə edir. Sonra arasında buyurur, indi bunu axıra çatdırım, indi onun barəsində danışacağım. Buyurur ki, ən bədbəxt olunmuş uşaqlar, o uşaqlardılar ki, onlar naz-nimət içərisində böyüdülür. Qoymurlar dünyanın soyuğun istisini daçsın. Bir dəfə biz bir ağac təsəvvür eləyək ki, meşədədir, böyük ağacların kölgəsi onun üstündədir. O ağac çox zəif olar. Çünki günün işığın tam müstəqil şəkildə dərk eləyə bilmir. Bir zəif külək gəlsin, tufan gəlsin, orada bir canlı keçsin, ayaq altına qalıb, xarab olacaq, sınacaq, aradan gedəcək. Amma bir dəfə də ağac təsəvvür eləyək ki, səhranın ortasındadır. Nə başının üstündə böyük ağacların kölgəsi yoxdur, nə də ayağının altından çay axmır. Köşünün yanından çay. Neynəməlidir? Əvvəla özünü yuxarıda istidən qorumalıdır. Bir də kötüyünə güc verməli, torpağın neçə qatına geçsin, orada düşsün, su çıxarsın. Yanan vaxtı bu iki ağacın istiliyi də çox fərq edir, fərqli olur. Səhrada böyüyən gec yanır, istiliyi çox olur. Meşədə o ağacların kölgəsində qorunan isə tez aradan gedir və istiliyi təqribən olmur. İnsanlar bu cürdürlər. İnsanlar çətin şəraiti dadmalıdır. Biz Peyğəmbərlərin yaşayışına baxsaq görürük ki, əksəri çətinlikdir. Həzrət İsa əleyhissalamın hədislərdə gəlir ki, yediyinin 80% otur. Bizim Peyğəmbərimiz dünyaya gəlməmişdən atası dünyasında yaşır. Dünyaya gələndən az sonra anası dünyasında yaşır. Çətinliklər, çobanlıq eləyir, ticarətə gedir, karvanın ipindən yapışır. Diqqət edin dünyanın böyük insanlarına, ilahi cəhətdən böyük insanlarına. Mümkündür ki, o birisi tərəfdən də bəzi insanlar ki, məsələn, ilahi olmaya, ilahi dinlərə etiqad olmaya, onlarda da bu görürsün. Amma əksəri biz ilahi cəhətdən, ilahi insanlardan danışırıq. Baxın, əksəri çətinlik görmüş insanlardır. Peyğəmbərindən tutmuş, ovliyalarından tutmuş, ovsiyalarından tutmuş, alimlərindən tutmuş. Alimlərin həyatına baxaq görək. Neçə günlər ac qalırlar, neçə günlər ac qalıblar, oruç tuturlar, namaz qılıblar, filan kitab almaq üçün, filan işi görmək üçün, tələbəliyi keçirmək üçün. Çətinlik. Buyurur ki, ən bədbəxt olmuş insanlar, uşaqlar, o uşaqlardılar ki, naz-nimət içərisində böyüdülürlər. Dünyanın çətinliyin, ağrısın, acısın, soyuğun, isisin dada bilmirlər bu uşaqlar. Və nəticədə nə olur? Nəticədə nə olur? Çox zərif və taqətsiz bir insan formasında böyüyürlər. Hər şeydən küsür, hər şeydən inciyir. Heç nəyə taqəti yoxdur. Bir həddə gəlir ki, ləzzətli şeylərdən ləzzət ala bilmir bu insanlar. Mən şəxsən tibb cəhətdən, qədim təbətlə məşğul olduğuma görə, o birisi tərəfdən də bu insanların rabitən var. Varlı insanlar da yazanda görürsən ki, məsələn, varlıdır.
hardasa halından bilməklə, danışığından bilməklə, hər şeyindən bilməklə, gündə bir xəstəxana bölümündə oturur, amma ləzzət ala bilmir. Hər şey var, amma heç nəyin ləzzətini ala bilmir. Hər şeyi var, hər nə istəsə almağa pulu var, amma canı yoxdur. Niyə? Çünki buradan səhv böyüdülür uşaqlar. Və buyurur ki, bir həddə gəlir çatır ki, ləzzətli şeylərdən bu adam ləzzət ala bilmir. Əksinə əziyyət görür. Qabağına kabab qoysan, halı yoxdur kabab yeməyə. Həzm edə bilmir. Hər şey əsəbləşir, taqəti yoxdur, narahatçılığı çoxdur. Məsələn, bizim təbirimizdə düşür, gündə bir xəstəxanaya gedir. Niyə? Çünki valideyn ona çətinlik göstərmir. Hər nə istəyib qabağını doldurub, hər nə istəyib mağazadan alıb qoyub qabağına, nəticədə nə olub? Çətinlik görməyən bir zərif, zəif bir insan yetişib. Həm əsəb baxımından, həm cism baxımından. Hər kəsin cismi zəif olsa, əsəbi də zəif olacaq. Hər kəsin əsəbi zəif olsa, taqətsizdir. Həm əxlaqına təsirləyir, həm Allaha bəndəliyinə təsirləyir. Mümkündür, mömin olayı, fərqi yoxdur. Mömin olsun, qadın olsun, kişi olsun, fərqi eləmir. Zəifdirsə artıq bu zəiflik onun bütün sahələrinə, həm cismi, həm maddi, həm mənəvi tərəfdən təsir edir. Buyurur, bunun qabağında nə deyir? Kasıb məntəqələrdə yaşayan uşaqlara baxın. Mən bu haşiyə çıxıram amma burada. Mümkün bəzi vaxtlar insan ağıl, dindar bir ailədə yetişir, ağılı da var. Allah Teala qoyub onun fitrətində ədəb də var, amma qabağını bu tərəfdən doldurur. Uşağın. Qabağını doldurur. Uşaq hər nəsi doldurur qabağını. Buradan uşağı azdırır və zəiflədir. İlahi hədəfdən yayındırır. Belə böyük uşaqlar dindən də çıxmaq şansı böyüdür. Çünki taqəti yoxdur. Bezir, yorulur, tez yorulur. Valideynlərə də pis cavab qaytarır. Ehtiram məqamında bunun özünün taqəti, özün gəzdirmə taqəti yoxdur. Valideynin necə baxsın? Hər yerə gedir, qorxur, hər yerə narahatçılıq. O xəstəxana, bir psixoloq, o birisi həkim, bu birisi həkim bilmir hara geçsin, nə eləsin. Amma bunun qabağında kimlərdir? Uşaqlar. Quru çörək tapan, çətin şəraitdə böyüyən uşaqlar. Əgər baxmaq istəyirsiniz, baxın Əfqanistanda böyüyən uşaqlar. Əgər baxmaq istəyirsiniz, Suriyada böyüyən uşaqlara baxın. Əgər baxmaq istəyirsiniz, Fələstində böyüyən uşaqlara baxın. Baxın, Pakistanda, Kəşmirdə, Hindistanda. Quru çörək tapan uşaqlar var, quru çörək tapırlar, yalnız və yalnız quru. Yanaqlarına baxsan, qıpqırmızı, sağlam. Danışdıranda görsən, böyük insanlar. Həkimlərdən biri danışırdı. Neçə dəfə həkimlərdən mən bunu görmüşəm. Çətin şəraitdə yaşayın. Bir qız yetmişlər mənim yanımdan. Soruşdum, neçə yaşı var? Dedi, 24-25 yaşı var idi. Deyir. Baxdım, bir gördüm, 16-17 yaşında uşağındadır. Maraqlandım, gördüm ki, çox naz deyirlər bunu, çətinlik görməyib. Amma bir bunun qabağında yanma 16-17 yaşında qız uşağı gətirmişdilər. Gördüm, ağlı 24-25 yaşında qız ağlı kimidir. İnsan ağlını. Maraqlandım, deyirlər ki, anası cavan olub, bu evdə analıq edib. Yəni çətinlik görür. Qardaşlarına analıq edib, atasına, məsələn, yeməyin bişirib, paltarını yuyub. Çətinlik. Hər şəxs istəyir gələcəkdə bir hədəf yetişdirsin, elə bir şəxs ki, məsələn, uşaq yetişdirsin, belə deyək, can yandıran olsun, taqətli olsun, güclü olsun, ürək yandıran olsun, bunun bir dənə yolu var. İlahi ədəb, əxlaq öz yerində, onlar öz yerində, uşaqlara çətinlik də göstərmək lazımdır. Uşaqlar, əgər, dediyim kimi, tarixdə ilahi şəxsiyyətlərdən söz gedir. Əksən bizim mövzumuz ilahi hədəfdir, ilahi tərbiyədir. Hər kəs hər nəyə nail olur, çətinlik. Niyə çətinlik görmək, niyə gör, nə olur ki? Məsələn, bir şəxs, başqa bir misal verir. Bir şəxs kitabdan oxuyur ki, diş ağrı var. Bir şəxsin diş ağrı. Hansı diş ağrını yaxşı dərk edə bilər? Əlbəttə, diş ağrıya. Bir şəxs ac qalıb. Bir şəxs aclıq barəsində kitab oxuyub. Hansı yaxşı dərk edən? Ac qalan şəxs. Çətinlik görən şəxs ən aşağı təbəqəni dərk edir. Çünki bir vaxt özü orada olur. Hamı. Bir nəfər sual verir ki, Peyğəmbərlər niyə kasıb olurlar? Əksərə fəqir olurlar. Bizim fərz edək, Peyğəmbər bir bahalı, məsələn, taxtlı tacın üstündə gəlir. Ya indiki zamanda yaşayır, bir də ən bahalı maşından gəlir. Bir filan kəs. Narahat olma, Allahın ruhusu var. Narahat olma. Bu da keçər. Sən onun sözünü qəbul edin, yox, qəbul edəməz. Niyə? Çünki özünün cəlal içərisində, naz nemət içərisində mənə deyir ki, səbirli ol, acısan eybi yoxdur, Allah gəlir. Dedim, mən bunun sözünü qəbul edəməz. Dedim, Allah ona görə Peyğəmbərləri kasıbçılıqda tərəf. Ki, sənlə həm təbəqədir. O Peyğəmbərdir, sən adi insan, o da sənin kimi yaşayır. Nədirsə sözünü qəbul edəsin. O da sənin kimi bir xurma, bir çörək. Başqa heç. Ona görə də insan yetişdirmək cəmiyyətdə təkcə deyək ki, məsələn, bu haşiyyədir əlbəttə,
Əql Allah qoyub insan fitrətində. İnsanda var. Atası, anası, valideynlər uşağı və ədəblə onu ilahi tərəfə yönəldirlər. Amma bəzi vaxtlar bu kənara çıxmaqlılar olur ki, uşağı elə yetişdirirlər ki, zərif və zəif ki, hətta bu iki amil, əql və ədəb də olsa da yenə də buna kömək eləmir və gələcəkdə ona mane olur. Bu da dediyim kimi uşaqları zəif yetişdirməkdir ki, uşaqları gərək bir qədər çətin şəraitdə onlara göstərmək lazımdır. Ya aparıb gəzdirmək, çətin şəraitdə yaşayan insanları dolandırmaq, ya hər istədiyini almamaq uşaq. Çünki hər istədiyini almaq lazımdır. O öz xeyrini bilmir. Valideyndir ki, böyükdür və onun xeyrini bilir. Bunları da mülahizə eləmək lazımdır ki, uşaqlarımız gələcəkdə Allah deyən kimi böyüsün və peyğəmbərlər keçdiyi yollardan keçsin ki, peyğəmbərlərin gələcəkdə görəcəyi işləri, yəni bunlar da peyğəmbərlərin gördüyü işlərdən gələcəkdə görsünlər. Allah Teala bizim aqibətimizi xeyir etsin inşallah. Özümüzü, övladlarımızı ilahi ədəblə ədəblənmiş, ilahi ədəblə yaşamış və ilahi ədəblə də dünyaya getmişlərdən qərar versin. Gözəl aylardır. Ölənlərimizi də yad eləyək. Allah ölənlərimizə rəhmət eləsin, günahlarını bağışlasın ki, bu ay Quran nazil olan aydır. Bu ay həm də Həzrət Əleyhisselamın şəhadətə çatdığı aydır. Allah Teala inşallah salam göndərsin bizlər tərəfdən Əhl-i Beyt əleyhissalama, Peyğəmbərə, Ali Peyğəmbərə və ölənlərimizi də Əhl-i Beyt əleyhissalamın süfrəsinin kənarında qonaq qərar versin. Bizlərin aqibətini xeyir eləsin, bizlərə tövfiq versin ki, Allah bu ayda daha yaxşı bəndəsilik eləyək və bizim əlimizdən tutsun, əlimizi ətəyindən üzməsin və bizi öz istədiyi kimi bəndələrdən qərar versin. Elə bu qədər bəs eləyər. İnşallah tövfiq olsa, gələn bəhsdə görüşənə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.